Festivalda paytaxt və bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Bir neçə ay ərzində onların çoxlarının reseptləri toplandı, göndərildi, mərkəzi üstündə işlədi və jüri münsiflər heyəti işlədi. Əlbəttə ki, bu fəxr olunasıdır. Mən elə bilirəm ki, bu xalqın qarşısında əyilməyə dəyər belə bir gözəl möcüzələr yaradan. Ermənilərin bizdən oğurlamaq istədiyi dolmanın, bizim bu nemətlərin biz onlara sübut elədik ki, bütün dünyaya sübut elədik ki, bizim bu nemətlərdən dolma adlı yeməyimiz 300 növdən ibarətdir. Və biz Sumqayıtdan bu festivala demək olar ki, 62 növdə dolma ilə festivala qatılmışıq. Beynəlxalq festivalda türk dilli dövlətlərlə yanaşı dünyanın bir neçə ölkəsindən, o cümlədən Ukrayna və İndoneziyadan gələn qonaqlar da iştirak edib və milli mətbəx nümunələrini sərgiləyib. Sonda festivalda iştirak edən bütün komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Kamal Yaşar, Emin Ələkbərov, Bakı.